əlbəttə biz faciəvi hadisələri unuda bilmərik. Təəssüf olsun ki, bildiyiniz kimi səfirliyimizə qarşı terrorist aktı törədilmişdir. Ancaq bu Prezident Pezeşkiyandan öncə baş vermiş hadisələr idi. Biz əminik ki, bu mütəşəkkil şəkildə hazırlanmış terror aktı idi Azərbaycana qarşı və oradakı iddia olunurdu ki, hər hansı bir məişət zəminində baş verib, şəxsi zəmində baş verib, bu mənasız söhbətlər idi. 40 dəqiqə ərzində həmin terrorçu səfirliyimizə daxil olmağa çalışırdı və ona müqavimət göstərən yeganə bizim təhlükəsizlik zabitimiz idi. O da silahsız idi. Həmin şəxs bir nəfəri qətlə yetirə bildi və təsəvvür edin ki, şəhərin mərkəzində 40 dəqiqə ərzində bir nəfər polis əməkdaşı hadisə yerinə gəlməmişdir. Həmin terrorçunun Kalaşnikov avtomat silahı var idi, çəkic, molotov kokteyli var idi və onlar bütün bizim kameralar tərəfindən təsbit edilib. Həm bayır kamerası, həm daxili kamerası və həmin səfirliyi təhlükəsizliyini təmin etməli olan polislər dərhal yerindən qaçmışdılar. Ola bilər ki, qorxusundan qaçıbdır. Ancaq yaxında olan polis bölməsini nədən məlumatlandırmayıb həmin polislər və mən İranlı qonaqlarımızda bu sualı verdim. Özünüzü qoyun mənim yerimə, nə düşünərsiniz belə bir hadisə zamanı? Yəni, bu çox məyus edici bir hadisə idi. Biz tamamilə səfirlik heyətimizi təxliyə etdik Tehrandan. Daha sonra mərhum xarici İşlər Naziri, İranın xarici İşlər Naziri mənə vəd verdi ki, bunun üstündən artıq uzun müddət keçibdir. Bir ildən artıq keçibdir ki, həmin hadisəni törədən cinayətkar qanun qarşısına cavab verəcəkdir və ən yüksək cəzaya layiq görüləcəkdir. Edam ediləcəkdir. Ancaq bugünə qədər bu baş verməyibdir. Və dərhal terror hadisəsi baş verəndən sonra həmin terrorçu mediaya müsahibə verdi. Yəni, təsəvvür edirsinizmi ki, başqa ölkənin səfirliyində kimisə qətlə yetirən bir şəxs gedib dövlət mediasına müsahibə verir. Həmin gün həmin adamı ruhi xəstə elan etdilər. Yəni, biz bilirik ki, tibbi ekspertiza üçün uzun müddət tələb edilir. Çünki bəzən cinayətkarlar özlərini ruhi xəstə kimi göstərir. Yəni, bu şəxsin həqiqətən də ruhi xəstə olması üçün tibbi ekspertiza lazımdır. Bu şəxs isə dərhal ruhi xəstə elan edildi. Və artıq 2 ildir ki, həmin məhkəmə qərarı icra edilməyib. Ancaq bizə məlumdur ki, daha yüngül cinayətlərə görə İranda bir neçə ərzində insanlar edam edilir. Bizim hadisəyə gəldikdə 2 ildən artıq keçibdir. Biz bunu unuda bilərikmi? Əlbəttə yox. Bu, bizim münasibətlərə kölgə salmaqdadır. Və mən ümid edirəm ki, yeni hakimiyyət öz vədlərinə əməl edəcəkdir. Əvvəlki hakimiyyətin vədlərinə. Və təkcə bu hadisəni törədən terrorçu yox, onu ora göndərənlər, onun arxasında dayananlar da cəzalandırılacaqdır. Yəni, bunu deməyimin fonunda əlbəttə ki, qeyd etməliyəm ki, bizim işçi münasibətlərimiz, fəaliyyətimiz davam edir. Biz əlbəttə İrandakı siyasi sistemin mürəkkəbliyini
başa düşürük. Orada icra hakimiyyətinin məhdudiyyətlərini, səlahiyyətin məhdudiyyətlərini başa düşürük. Ancaq ölkələrimiz arasında münasibətlərin tam şəkildə normallaşdırılması üçün həmin terrorçu və onun arxasında duranlar ədalət məhkəməsi qarşısında cavab verməlidirlər və cəzalanmalıdırlar.